Hər vaxtınız xeyirli olsun əziz dostlar. İşin Adamı layihəsi efirdədir. Bugün həftəmizin 4-cü günüdür. Efirimizdə növbəti dəfə maraqlı bir həmsöhbətimiz var. Mən Kamran Yaradanquliyev, hər kəs salamlayıram. Dalğa FM-də həftə içi 5 gün yayımlanan İşin Adamı layihəsində daimi dinləyicilərimiz bilirlər. Adətən söhbətlərimiz hansı istiqamətlərdə olur və inanıram ki, yeni dinləyicilərimizə də maraqlı olacaq. Tövsiyə edirəm ki, bizi daimi olaraq dinləyəsiniz. Qonağımız bugünkü efirimizin İşin Adamı 10 Digital Agentliyinin rəhbəri Zamin Namazovdur. Salamlayıram Zamin bəy, xoş gəldiniz. Salamlar Kamran bəy, salamlar. Necəsiz? Təşəkkür, yaxşı. Siz necəsiz? Əla, yaxşıyam. Zamin bəy, mən təklif eləyərdim ki, Azərbaycanda haqqında ən rahat danışılacaq mövzulardan biri, hətta dünyada marketinqdir. Çox rahat danışmaq olur. O bir nəfər səndən məşhur bir Türk YouTube üzərindən gedən desə, Netflix üzərindən gedən serial var idi. Bu adam İspan dilində hardan bilirsiniz? Yaxşı danışır. Siz bilmirsiniz axı. Məncə marketinq barəsində, digital barədə, süni intellekt barəsində bir o qədər də məlumatımız yoxdur deyə kim danışsa ona inanmağa hazırıq. Amma onun da şəxsində gərək özünün bir təcrübəsi olsun. Biz istəyirik ilk olaraq Zamin Namazovu tanıyaq. Olar. Mən Zamin Namazov, hardasa 10 ildən çoxdur artıq bu digital marketing sahəsində fəaliyyət göstərirəm. Bundan öncə demək olar ki, mənim daha doğrusu təcrübələrim hamısı xaricə dayanır. Avropa bazarında işləmişik, orada uzun illər yaşamışıq. Artıq 5 ildə Azərbaycan bazarındayım və bu period ərzində 10 Digital Agentliyini təsis eləmişəm. 10 Digital Agentliyi biz advanced rəqəmsal marketinqdə çıxış edirik hər yerdə. Yəni bunda altını doldururuq. Niyə advanced deyirik? Çünki bizim satış gətirən kanalları daha da inkişaf elətdirmə qabiliyyətlərimiz var və bundan burada detala xahiş eləyəcəm girək. Çünki bizi çox ciddi şəkildə dinləyicilərimiz arasında iş adamları dinləyirlər və hətta sonradan sosial şəbəkələrdə də izləyirlər. Advanced nədir? Aha. Bilənlər bilir. Bir çox insanlar bilir. Bu advanced mövzusu çox rahatlaşır. Buna advanced bilmir. Yox, mən bu dəqiqə missiyam bilməyənləri maarifləndirməkdir. Bəli. Mən də çalışacağam o şəkildə daha biraz necə deyim, başa düşülən dillə danışım. Çox texniki danışmayacağam. Biz performans marketinq agentliyi sayılırıq. Məsələn, bizə gələn şirkətlərin əsas şirkətlərə ehtiyacı olan şeylər nələr olur? Satış olur çox vaxt. Və yaxud da veb saytlarında boşluqlar olur, applicationlarında boşluqlar olur, reklamlarda düzgün idarə etmə olunmur. Məsələn, biz son vaxtda AI tərəfdə daha çox fokus olmuşuq. Yəni süni intellekt. Süni intellektdən elə deyək. Süni intellekt tərəfdə məzmunlar hazırlayırıq, kontentlər, videolar falan. Bu ehtiyaclardan dolayı şirkətlər gəlir və bizə daha çox korporativ şirkətlər müraciət edir. Bunlar arasında banklar, böyük inşaat şirkətləri çoxdur, hansı ki biz portfolyo çox ciddidir. Əhsən. Portfolyo, çalışırıq ki, portfolyoya ciddi nəzarət eləyək portfolyoda, həqiqətən. Yəni istədiyimiz dalğada olan şirkətlərlə işləməyimiz bizim üçün xoşdur. Belə bir şey. Demək, şirkətlərə satış gətirən nələr lazımsa biz o mövzuda onlara dəstək oluruq. Əla, bugün bu haqda danışacağıq bir reklamdan sonra. Əziz sahibkarlar, əgər sizin sosial şəbəkələrdə, ümumi desək, digitalda satışınıza dəstək olmaq lazımdırsa, bizi diqqətlə dinləyin. Bugün çox maraqlı bir həmsöhbətimiz var. Bir daha vurğulayıram ki, Zamin Namazov bizlə birlikdədir. 10 Digital Agentliyinin rəhbəri olaraq onlar çalışırlar ki, şirkətlərin sosialda, digitalda ümumi şəkildə satışlarına dəstək olsunlar. Əla, gözəl. Siz, yəni bu sahədə beləmi sehirbazsınız? Yəni hər səhifənin satışına dəstək ola bilərsiniz, yoxsa səhifələrin də gərək aqibəti yerində ola? Tək sosial media yox, biz demək olar ki, müştəri harda varsa biz oranı işləyirik. Məsələn, veb sayt da ola bilər, application da ola bilər və satışdan ziyadə... Yəni mobil tətbiq. Fərqi yoxdur, mobil tətbiq də ola bilər. Yəni müştərilər, xarici müştərilər məsələn bizdə çoxdur. Bizim çox istifadə eləmədiyimiz məsələn də sosial medialar istifadə. Onlarda belə dəstək oluruq. Necə dəstək olsun da? Məsələn, yəni ki, Dubai müştərilər Snapchat daha çox reklamlarında dəstək istəyir bizə. Snapchat reklamı var. Hə, var. Bildiyimiz Snapchat şəkil çəkənlər. Bəli. Xanımlarımızın daha çox istifadə etdiyi. Demək olar ki, istifadə etdiyimiz bütün bu alətlərin bir reklam tərəfi var, monetisasiya tərəfi var. Snapchat sosial şəbəkədir, yoxsa proqramdır, hansısa qəşəngləşdirir adamı? Social da deyə bilərik, social tool da deyə bilərik. Daha çox insanlar daha çox mesajlaşmaq üçün də istifadə edə bilər. Yəni orada Snapchat bu xanımlar daha çox sosialda var, bizdə çox istifadə olunmur. Hə, bu ölkələrə görə dəyişir. Çində bir də var daha çox o TikTokdakılar. Çində WeChat olmalıdır. Hə, Baidu WeChatdir. Bizdə daha çox isə şeydir.
adını deyin, yəni daha çox Instagram, Facebook, Bir TikTok, dəqiqə Snapchat-da deməli həm də reklam yerləşdirmək kimi imkanı Bəli, var. Hə, çünki orada bir trafik var, kütlə var, izləyici var, Yəni istifadəçi var. Bəli, bəli. Məqsəd Ondan- odur ki, əgər mənim müştərim, deyəlim ki, mən istehsalçıyam, mənim müştərim hansı sosial mediadadsa, mən onu oradan tapıb mən öz məhsulumu ona tanıtmalıyam. Aydındır. Məqsədimiz budur. Həm də o var yəni. İndi siz Snapchat-ın da reklamını eləyirsə satışa getsin. Bəli, bəli. Görəndə o birlərdən. Yəni Snapchat-dan saytlara trafik götürürük, oradan saytlardan satış gətiririk. Tək satışdan ziyadə reputasiya artırırıq hətta, yəni belə bir təkliflə gələ də bilərlər. Məsələn, müştəri deyir ki, bizə reputasiyamızı, bazarda bizi tanısınlar. Məsələn, olur ki, deyir biz yetəri qədər çox keyfiyyətli məhsullar istəsək, bazarda bəlli kütlə bizi tanıyır, amma bəlli kütlə tanımır. Məsələn də deyəm. Sizin xidmət hamıya lazımdır, sizə deyim. Bizim xidmət hamıya lazımdır. O bayaq dediyiniz şey uğurlu oluruqmu? Xeyr, həmişə də uğurlu olmuruq. Bizim yəni çox uğursuz şeylərimiz də var. Кейslərimiz də var. Uğursuz olub yəni də planlama edirsən, olur. Yəni uğurlu olmaya bilər. Çünki bu hər şeydən asılıdır. Fəsillərdən asılıdır, sezondan asılıdır, məhsuldan asılıdır, Mövsümdən şirkətdən, asılıdır. targetdən, müştəri, hər şeydən asılılıq var burada. Aha. Ona görə çalışırıq ki, bu planlama şəklində biz Və irəliləyək. elə onda müştəri nə deyir? Artıq illərin bir təcrübəsi vardı ya, bəlli bir proses yazılıb bizdə daxildə. Yəni bunun üçün biz uzun bir zaman üzərində işləyirik, hələ də işləyirik açığı. Yəni bu müştəri, yeni müştəri gələndə necə yanaşma olacaq, necə planlama eləyəcək, kampaniya hazırlamamışdan qabaq onun planlamasına, yəni orada ortalama gözlənti rəqəmlərinə qədər hazırlayırıq. Yəni çoka düşmür də müştərinin sonunda. Yəni aşağı yuxarı gözlədiyi şeyi qarşısın. Yəni 90 neçə faiz biz bu gözləntisini qarşılayırıq yəni. Amma uğursuz layihələr olur. Məsələn, bir trend dəyişə bilər ki, layihə uğursuz ola bilər. Siz bu dəqiqə çox şirin danışırsınız. Siz bu dəqiqə çox cəlbedici danışırsınız. Hə. Siz bu dəqiqə çox pozitiv danışırsınız. Çox gözəl danışırsınız. Gözəl. Əla. Başa düşdük. Hə, indi biz detala girək. Çünki bizə lazım deyil, yəni sizə şəxsən lazım deyil ki, bu dəqiqə efirimizdən sonra və ya bu danışıqdan sonra sizin eyni anda qapınızı 1000 nəfər döysün. 100 nəfər döysün. Sizə lazımdır həqiqətən ehtiyacı olan adamlar Bəli. döysün və real da işlər görəsiniz. Ya o tərəfdə biz özümüz də agentlik olaraq bəlli bir böyük komandamız var və böyük müştəri potensialımız var. Yəni daxili müştəri portfelimiz var belə deyim. Amma müştəridə də seçirik. Çünki müştərini seçirik. Hətta indi ola bilər ki, müştəri bizə təklifdən gəlir, o məhsula baxırıq və bilirik ki, yəni alınacaq, alınmayacağa qədər başa düşürük. Ona görə məsələn təklifə heç cavab verməyə bilər. Yəni cavab verməyə bilər yəni. O da var deməli. Olur, çox olur belə. Harda alına bilər, harda alınmaya bilər. Çünki sahibkar gözü fərqlidir, bizim gözümüz fərqlidir. Yəni biz daxildə həm digitala baxırıq, həm rəqəmsal tərəfindən baxırıq, həm məhsul tərəfindən baxırıq, həm dizayn tərəfindən baxırıq. Yəni aşağı yuxarı artıq illərin bu qrafika baxan kimi başa düşürük ki, bu biznesin gedişatı nədir? Mən sizə bir şey deyim, veb-saytdakı qrafik gedişatı aşağı yuxarı biznesdəki gedişatla eynidir. Necə yəni? Yəni veb-saytda baxanda məsələn də deyəlim ki, yay dönəmlərində bazar biraz qızğın olur, yayda bizim trafiklər artır. Aha. Məsələn, deyəlim yeni il mövsümündə 6 gün tətildir. Hamı istirahətə vaxt ayırır və trafiklər düşür. Necə ki bu deyəlim ki, küçədə olan bir restoranla müqayisə aparsaz, onda da eyni trafiklər yanvarda düşəcək. Onun da saytı olsa eyni vəziyyət yaranacaq, aşağı yuxarı ayaqlaşır yəni də. Yəni bu insanların davranışı, biz hansı ki o davranışını qrafiklə görürük, məişət davranışını qrafikdən aşağı yuxarı görür və üstə də düşür yəni. Hə. Bəli. Yəni e-ticarət satışında da məsələn var da bizdə böyük brendlər e-ticarətlə məşğul olanlar, yerli və xarici. Eyni şeyi görür. Yayda gözləntimiz həmişə yüksəkdir və yaxud da deyəlim ki, məsələn də yeni il mövsümü olsun və yaxud da Novruz mövsümü olsun. İndi bizdə Novruzu xaricdə fərqlidir. O mövsümlərdə insanların alış davranışları artır. Təbii ki, saytın qrafik artır. Yəni belə bir şey. Yəni aşağı yuxarı məişət davranışlarımızla rəqəmsalda olan davranışlarımız üst-üstə düşür. Bu biraz sahibkarı da aldatmamalıdır. Onsuz da avtomatik siz demişkən bayram ərəfəsində o trafik artır. Gözəl. Yəni sayta daxil olanlar. Bayramda satışlar da artır bəzində. Məsələn, bəzi şeylərdə, sənayelərdə deyək. Heç kim sizdən görməsin ya da ki siz də heç kimə demirsiniz. Bax biz elədik. Və yaxud da maksimum orada nə edə bilərik? Biz bundan əvvəlki illərin satışına baxsaq, məsələn, misal üçün deyək, keçən il mart bayram ərəfəsində olub sizdə 20 manat aylıq satış. Bu il artıq 30 manatdır
və onda deməli əhsən iş görmüsüz. Hə, benchmark. Ya da yenə 20 manatda, bu il 22-dir ya da 18 manatdırsa, yəni burada yəni sizin bir Yes. Rəqəmsalın bir üstün cəhəti odur ki, hər şey ölçülə bilən olur. Hər şey dediyimdə böyük bir faiz ölçülə bilən olur. Məsələn, oradan mən rahat şəkildə müştəriyə, sahibkara deyə bilərəm ki, bunu həqiqətən də biz gətirmişik. Çünki A-dan Z-yə qədər hər şeyi biz track eləyə bilirik, ölçə bilirik də. Yəni də ən son o satış gələn rəqəm mənim hansı kampaniyamdan, hansı reklamdan gəldiyə qədər mən cavabımı verə bilirəm. Əla, əla. Bax buna görə xaricdə məsələn bu işlər çox sosial innovativdir. Bəzi şeylər var bizdə dəstəklənmir ölkə olaraq. Məsələn, Amerikada, Kanada bazarında Google-dan sizin elədiyiniz axtarışın müştəri axtarış eləyir. Məsələn, zəngə çevrilir. O zəngin rekorduna qədər insanlar artıq bilir ki, mənim reklamımdan gələn satış necə, hansı CRM-lərə lazım olan bir şey. İndi bizdə bəzi şeylər dəstəklənmir, problem var. Bizdə bəzi şeylər neçə faiz dəstəklənmir? Faiz olaraq heç düşünməmişəm. Aşağı-yuxarı bizim sahədə olanların hamımızın bizim dərdimizdir bu. Google olsun, Meta'nın özü olsun, bəzi özəlliklərində bizi çox ya sonradan gəlir o özəllik bizə. Onların adətən səbəbi nə olur? Əhalinin sayına görə tənzimlənir Yoxsa yoxsa maraq məsələsidir. Yəni Google-un məsələndə acil dil reklamı üçün nəsə axtarış yerində görmüsüz də çox fərqli yazılar olur. Məsələn, ə hərfini istifadə edə bilmirlər, şını istifadə edə bilmirlər. Böyük şirkətlərin reklamlarında görürsüz, hə. Ə-nin yerinə Ö-nün yerinə O, nə bilim, şının yerinə ya S, ya S, H, belə şeylər. Əmsalda W. Hə, W də o da olur. O da oradan olur o da. Yəni bu məcburiyyətdir də. Çünki Google bizim dili dəstəklənmir. Yəni dili dəstəklənmir. Bu böyük problemdir. Ancaq bu çox bizim problemlərimizdən biridir. Yəni onun da bir yolları var. Aşağı-yuxarı təsdiqlədirik, bir şeylər edirik. Mən bir-iki variant eşitmişəm. Deyir ki, məsələn, səndə onlar deyir ki, tələb odur ki, ölkə olaraq biz onlara 50 pulu deməliyik. Bu da bir variantdır. Yoxsa əhaliyə baxırlar. Siz də yaxşı Məncə bilirsiniz. dövrəyə baxırlar. Dövrəyə böyük bir rəqəm olmalı ki, onlar üçün maraqlı olsun. Azərbaycandakı o reklam dövrəsi məncə Google-a heç vaxt maraqlı olmayıb da indiyənə kimi. Çox az dövrəyə var. Xarici bazara Google reklamları daha çox üstünlük sayılır. Məsələn, ən azından e-ticarət bazarında. Bizdə o qədər fokus deyil, çünki belə problemlər nəzərə alırlar. Daha çox meta yönüm. Metaya daha çox öz ölkədə pul investisiya olunur meta reklamlarına. Azərbaycanda. Bəli. Google əslində daha fərqli bir. Yəni istifadə hər ikisinin plusları çox təbii ki, amma Azərbaycanda biraz vəziyyət belədir. Yaxşı. Siz hansı şirkətlərə kömək edə bilmirsiniz? Bilmirik. Ya təbii ki, qanunvericilik çərçivəsində o heç söhbət ondan getmir. Yəni mən qanunverici necə çərçivə gəlim üstünüzə? Ən azı bir səhifən olsun, narahat olma, mən gələcəm. Və ya şirkət var. O gün bir görüşə getmişəm. Zamiq təsəvvür eləyin. Bu qardaşlar avtoservis işlədirlər. O qədər gözəl bir nöqtədədir. Ürəyim getdi də o nöqtədən ötürü. Yəni bu qədər əlverişli nöqtə Bakıda yəni biz bunu yəni lupaydan axtarırıq. Düz işıqforun, qapısı düz işıqforun yanındadır. Şəhərin mərkəzi hissə Nəriman tərəfdədir. Və sən orada işıqforda dayanırsan və işıqforun da saniyəsi çoxdur. Sən çox rahat şəkildə başını qaldırıb bunu görə bilirsən ki, burada belə bir yer var. Rahat şəkildə çöl reklamını oxuya bilirsən. Bu şirkət hansı xidmətləri göstərir? Deyirəm, şirkətinizin sosial şəbəkəsi də varmı? Bizlə efir üzərində əməkdaşlıq etmək istəyirlər. Mənə bir dənə səhifə göstərdi. Səhifənin sonuncu paylaşım, 5 dənə paylaşım var. 2018-ci ildə olub paylaşım. Və üzərində 4-5 loqoları dəyişib, çöl reklamları və s. Bəlli bir müştəri bazası bunların həmişə komfort zonada saxlayıb. Və məsələn, amma səhifə var. Kod falan bilirlər də kimdədir. Belə bir şirkət gəlsə, qapınızı döysə, ona nəsə çarə qılmaq olar, yoxsa yox? Çoxdur elə şirkət. Yəni mən də Azərbaycan bazarından tanış olandan sonra daha çox tanış oldum elə. Çoxdur elə şirkət. Yəni 90-cı illərdə falan qurulmuş belə şirkətlər var. Zamanında bazarın böyük proporsiyasını götürüb pay sahibi olublar. Pay sahibi olublar. İndi heç onlara maraqlı deyil də sosial media və ya rəqəmsalda qabağa düşmüşləri almaq. Çünki bəlli müştəri yaxın gəlin xahiş. Və loyallığı yetərincə qədərdir. Təbii dəstək olmağına olarıq, təbii ki, ola bilər. Amma yəni baxır nə istəyir. Yəni də bizim müştərilərdən ilk sorğumuz olur. Hamı nə istəyir? Satış istəyir. Satış yox, elə müştəri var, mən nə istəyirəm, mən satışım yerindədir, belə də deyir. Satışım yerində. Böyük holdinglər deyil təsadüfən. Böyük holdinglər var. Yox, onları bildim, onların satışı yerində olan. Yox, heç orta sahibkar da var. Yəni orta sahibkar. Mən satışım yerimdə. Yəni orta sahibkarlar var ki, ölkədə biz hamımız adını bilirik.
da orada. O reklamda mənə O deyirsiniz. deyir, mənim şükür Allaha müştərim var. Belə deyənlər də var. Yaxşı. Deyir, mənə amma tanısınlar da. Məsələn, filan bölgə mən bilmir. Yəni filan cəmaət mən. İndi şey də söhbət var da, nəsil də dəyişir axı. Artıq 90-lar və 2000-ci Z generasiyalarda Z nəsli. Z nəsli, hə, onlar biraz davranışlarımız İndi biz əmiyik də, belə çıxır. Əmi dayı. əmiyik biz. Biz bilirik, amma onlar bilmir. Çoxsunun tələbi odur. Məsələn, Z nəslini bilmir məni. Z nəsli artıq bu dəqiqə neçə yaşları var da, evlənir, menecer səviyyəsində işləyir. 25 yaşları var da Z-lərin deyəlim ki də. Mən hələ də ayırd edə bilmirəm o Z nəslinin neçə yaş arasıdır. Hətta belə 98-dən deyəsən o tərəfə Z nəslində hamısı. baxarıq bu ChatGPT-ə Yəni baxarıq. 98 ya 2000 hərəsi bir cür variant verir. Bizim komandada sizin sahədə bir neçə suallar ünvanlayıblar. Bu suallar arasında bilirəm ki, bizə maraqlı gələn, bizim üçün o nə maraqlı sual dediyimiz sizin üçün çox sayda sual gələ bilər. Ya da ki, əksinə ola bilir. Etiraz etmirsə başlayaq o suallara. Olar təbii ki. Deməli, A/B test deyilən bir anlayış var. Bu nədir? A/B testing. A/B test bu bizim bu targeting sayəsində çox istifadə etdiyimiz bir şeydir. Bu nədir? Məsələn, reklam kampanyaları hazırlanır, amma məsələn bir vizual nəzərdə tutaq, bir şəkildə deyək ki, və ya video da ola bilər. Yəni şəkil üzərinə gedək. Məsələn, onun hər içindəki elementləri dəyişik formada biz həmin eyni kütləyə göstəririk. Hansı kütlə? Hə, deyəlim ki 100 nəfəri bir kütləmiz var. Aha. Mən 2 dənə şəklim var. Birinə yazıram indi sifariş elə, birinə yazıram indi al. Məsələn, hə. Bu iki bu çağırış mesajlarıdır. Bu çağırış mesajlarından hansı yaxşı nəticə verir? Biz bunu A/B testlə görürük. Məsələn, hər iki periodda eyni məsələn bunun variantları çoxdur. Elə olar bu targetə yox, başqa targetə verə bilərəm. Elə olar bu yəni kontentlə yox, başqa kontentlə. Məsəl üçün mən xırda bir izahını verdim. Bunda indal veririk, onda indal işində bir şey İndi əldə et, indi al. İndi sifariş et. Və baxırıq bu 100 nəfəri kütlə hansına daha çox təsir göstərir, hansına daha çox alış edir məsələn. O bizim üçün daha uğurlu şey olur, vizual olur və ondan davam etməyə başlayırıq. Yəni belə bir A/B test strategiyaları var. Çoxdur belə. Bunun elementləri çoxdur. Yəni musiqiyə görə də eləyə bilərik. Eyni vizualı iki fərqli musiqidə yoxlaya bilərik eyni adamlara və yaxud da eyni vizualı iki fərqli kütləyə yoxlaya bilərik. Bunun üçün amma bir reklam büdcəsi lazımdır da. Hə, büdcə lazımdır. Onda belə çıxır ki, doğru addım birinci reklam büdcəsindən o dəqiqə satış gözləmək deyil. Birinci reklam büdcəsi ayrılmalıdır ki, biz hələ bir bazarı tanıyaq, tələbi tanıyaq. Düzdür. O neçə dollarlıq söhbətlərdir? Yox, bu dəyişir. Bu hər şeyə görə dəyişir. Minimal. Necə yəni? Qardaş 3 dollar versək. 3 dollar verən də var. 3 dollar. Ya o az büdcə ilə effekt almaq o qədər ala bilərsiniz. Sizin məsələn belə bir şeydir. Az büdcə ilə belə danışıb cəmaatı rahatlayırlar da. Hamı ona görə büdcəsiz də effekt ala bilərsiniz. SMM2 olur. Biz SMM deyilik amma az büdcə ilə də böyük effekt ala bilərsiniz və büdcəsiz də effekt. Məsələn, məncə TikTokda, yəni görürsüz, TikTokda elə bir videolar və ya məzmunlar çıxır ki, bu aralar trend olur da. Onlar 1 dollar belə xərcləmir. Mənə attım. Məsəl üçün, beynində oxudum. Hə, 1 dollar belə xərcləmirlər onun üçün, amma şey olur. Yəni ola bilər. Ona growth hacking deyirik, daha çox nə bilməyə və ya da. Mənə gəlir ki, ona təsadüfən belə tutuzulan videolar olur, amma tez də sorulur gedir. Amma belə growth hacking deyə bir Lokko məsələsi yadınızdadır. Lokkonda dövr var da bir yerdə. Amma period tutmaq lazımdır. O periodda orada nə qazandın, qazandın yəni də. Amma şirkət rəhbəri olaraq belə deyək də sən ona rahatlanmamalısan məncə. Şirkət rəhbərləri çox belə bir nüans olur ki, məsələn, Lokko misal çəkdik. Şirkət rəhbəri deyir, baxın Lokkonu gördünüz, halaldır, qazanır. Bu bir fərdin bir an 3-5 manat Rusiyada gəlir. Hə, Rusiyada gəlir də. Amma o şirkətlər əməli bunu strategiyanı eləməlidir. Əziz dostlar, davam edirik efirimizə. Çox maraqlı söhbətimiz var. Zamin Namazovla biz həmsöhbətik 099 1925-ə zəng edə bilərsiniz. On digital şirkətinin rəhbəridir. Sponsor məlumatı.
Estet injinerikdən danışaq. Yüksək texnologiyalı avadanlıqların satışı, servisi, layihələndirilməsindən tutmuş, açar təslimə qədər tam peşəkar xidmət Estet injinerikdə var və rəsmi nümayəndəsi olduğu bir çox şirkətlər arasında Uniflex-in adını çəkə bilərik. Keyfiyyətə hər addımda təqdim olunur. Müasir məkanların ən vacib detayı döşəmədir. Uniflex, Carpet Tile, Reset Flow və dekorativ Screed, Self Living və PFC materialları ilə funksional, estetik, uzun ömürlü döşəmə həlləri sizə təqdim olunur. 012 497 17 16 və 051 205 45 45. Enadvert reklam agentliyi ilə danışmaq niyyətindəyik. Çöl reklamı, məkan daxili məkan reklamları, geniş formatlı çap və s. hər biri Enadvertdə var. 055 515 75 15 Namiq müəllimə xüsusi salamlar. Çekaj şirkətindən danışaq. Biznesimiz daha səmərəli idarə olunur və ona görə də bizə Çekajın topdan və pərakəndə satış üçün biz kassa çeki, istər barkod, istər digər xidmətlərdən yararlanmaq imkanımız var. 055 702 12 32. PM Legal'dan danışaq. Dəyərli sahibkarlar, bəzən şirkət rəhbərləri, iş adamları düşünürlər ki, hüquqi dəstək böyük şirkətlər üçündür. Amma PM Legal xüsusilə kiçik və orta sahibkarlar üçün münasib və çevik hüquqi xidmət təklif edir. Yəni şirkət hər zaman ayrıca bir hüquq şöbəsi olmaq məcburiyyətində deyil. Bu işi sizin üçün PM Legal hazır bir sistem üzərindən görür və bir çox sahələrdə istər tibbi olsun, təhsil sahəsində olsun, ambar, logistika və s. 099 884 0000 onların əlaqə nömrəsidir. Korion Baku'dan danışaq. Korion Baku, Deante Polşa markası olaraq hamam və mətbəx avadanlıqları üçün sizə gözəl bir təklif edir. Deante məhsulları Avropa keyfiyyətinin standartlarına uyğun hazırlanır. Əlaqə nömrəsi 050 823 33 36-dır. Estetik dizayn və ergonomik istifadəyə yararlıdır. Paytaxt Bakıdan bütün Azərbaycandan dünyaya salam olsun deyirik. Mən Kamran Yaradanquliyev. Hər kəsə bildirmək niyyətindəyəm ki, İşin Adamı layihəsinin bu gün də növbəti İşin Adamı ilə birlikdə buraxılışını həm dinləyirsiniz. Efirdən sonra isə bizi sosial şəbəkələrdə elə İşin Adamı səhifələrində tapıb izləmə imkanınız da var. Hörmətli dostlar, efirimizin qonağı Zamin Namazovdur. On Digital agentliyinin rəhbəri. Zamin bəy, bir daha salamlayıram. Salamlar. Biz çox maraqlı söhbət etdik. Adətən Zamin müəllim uzun illər Azərbaycanda yaşamayıb və çox təəssüflər olsun ki, belə işi bilən adamların da bir qəribə xasiyyəti var. Efir xoşlamırlar, aktiv, belə deyək də, sosial sima olmağı xoşlamırlar. Amma mən harda Zamin bəy kimi bir peşəkar görürəm, deyirəm, eləməyin də, bu olmaz. Artıq elə dövrdür ki, təəssüflər olsun, işbazların, dəllalların sayı çoxalıb, insanlara ziyan verirlər, xahiş edirəm, çıxın meydana, bildirin, öyrədin. Onsuz da siz bunu belə şifahi kimdən ünsiyyətdə deyirsiniz də, bunu daha geniş ictimaiyyət bilsin. Deməli, digitaldan danışırıq, gözəl və bugün də istəyirik ki, ən çox maraqlı olan söhbətlərdən biri strategiyadır. Bunu gəlin bir neçə yerə bölək. Brend strategiyası var. Çox vaxt marka deyirlər ayrıdır, brend ayrıdır, şirkət ayrıdır. Ayrıdırmı bir bunu bizə məlumatını verin. Bir də ki, strategiyalar şirkətlərin fəaliyyətinə görə və fərdi personal branding deyirlər, şəxsi brandinglərin fəaliyyətinə görə dəyişməlidirmi, necə olmalıdır? Şirkətin strategiyası ayrıdır, brend strategiyası ayrıdır və şirkətin sahib olduğu marka strategiyası ayrıdır. Burada strategiyada çox fərqli strategiyalar var. Ümumi marketinq strategiyası ola bilər. Biz rəqəmsal strategiya verə bilərəm, kontent strategiya, fərqli strategiyalar var. Baxır hansından gedir. Məsələn, deyəm ki, şirkətin strategiyasında artıq böyümə planları, böyümə inkişaf reytləri falan, dərəcələri hamısı nəzərdə tutulur. Missiyaları, mission, vision dediyimiz şeylər, hansı ki vizyon sahibləri olacaq, bunlar nəzərdə. Amma bizdə məsələn strategiya biz hazırlayanda məsələn baxır məzmun strategiyası fərqli olur. Məzmun məsələn deyirik ki, yaxın 6 ayda ya da 3 ayda bu məzmun daha çox sizə informativ xarakter olacaq və yaxud da bu məzmun daha çox satış gətirəcək. Bu məzmun sizə daha çox müştəri ilə və yaxud da sizin o targetlərlə əlaqədə olmağa kömək edəcək. İnsanlar gələcək, sizə komment yazacaq, like eləyəcək, dostuna göndərəcək. Bu engagement deyirik biz buna. Durmadan sizinlə əlaqədə olmağa çalışacaq. Belə bir strategiyalar qururuq. Təbii ki, bunun alt başlıqları çoxdur. Rəqəmsalda da o şəkildə, yəni hansı kanallardan biz reklamlı fəaliyyət aparacağıq, hansı kanallardan nə gözləntilərimiz var, nə qədər konversiya alacağıq, nə qədər satış alacağıq, yəni o mənada.
bunlar dəyişən şey. Siz Hər necə bir- düşünürsünüz? İnsanlar sosial şəbəkələrin trendlərini formalaşdırır, yoxsa sosial şəbəkələr öz trendlərini formalaşdırıb insanlardan tələb edir? Məncə sosial şəbəkələr insanlara təşviq eləyir ki, trend yaratmağa təşviq eləyir. Çünki sosial şəbəkələr adicə bu dediyimiz bayaq danışdığımız nə blogko falan bunlar. Bu insanlar da təşviq eləyir ki, məsələn bir kontent yaratsın, bir trend yaratma şeylər olur. Məsələn o bir dənə baxmısınız bəlkə o videoları Türkiyədə də falan canlı yayım açıblar, pul göndərin TikTok dayılar da məsələn sonra başını buraxırlar. Onlar təşviq edir, o burada dayın kimi qaldıracaq o əlində orada yəni fərqli hərəkətlər. Görmüşəm. Pul göndərmə mövzuları çoxdur. Hə, o trend video da tam izah eləmək istəmirəm belə. Hə, Amma Azərbaycanda yaxşı ki, çox ciddi Azərbaycanda da nəzarət var. Yox, nəzarət çox yaxşıdır. var, amma var. Yəni də Və- bu işlər də var yəni. Əvvəllər indi xoşuma gələn nədir? Sən konkret bir yanlış addım atırdın və cəzasını alırdın. İndi görəndə ki, hətta bu adam üzü yanlışa gedir, öncədən profilaktik söhbət aparılır, orada maarifləndirici söhbətlər aparılır və qanun çərçivəsində çox ciddi, çox nəzarətdə. Hələ amma bilsən nə deyirəm? Gör nəzarət var. Bəziləri belə eləyir. Nəzarət olmasa düşünmə belə istəmirəm. Hə, əvvəllər nisbətən indi daha fərqlidir, haqlısınız. Daha yaxşıdır. Hə. Əslində məsələn bu TikTok yeni bu bizim bazarda 3 il, 4 il öncə mən də məsələn korporativ şirkətlərdə falan da təklif edirdim, TikToka daxil olum da. Açığı deyim özüm də çox belə ciddi platforma kimi saymırdım da. Çünki daha çox yeni nəsil orada o daha çox məşğul olurdu. Yeni nəsil məşğul oldu deyəndə daha çox onlar məzmun paylaşırdı, belə deyək də. Mən çalışıram maksimum Azərbaycan terminal istifadə edeyim, rahat Zəhmət olsun. olsun. Mən hiss elədim. Siz Hə. məzmun deməyinizdən hiss elədim. Hə, təşəkkür. Hə. Amma indi dövr o dövr deyil, artıq böyük ciddi korporasiyalar, böyük ciddi şirkətlər belə artıq var TikTokda. İndi o demək deyək ki, məsələn əvvəllər bütün müştərilər deyirik ki, gəlin TikToka reklam çıxardaq və məzmun yaradaq. Yox, or başını buraxın, ora ciddi yer deyil falan filan. Amma elə dövr deyil. Yəni çox yaxşı yaradıcı məzmun yaradıcıları var da, yəni content makerlər dediyimiz. Çox yaxşı var bunlar. Yəni bu şərt deyil ki, sən onları izləməyəsən də. Düzgün öz maraqlarına uyğun şəxsləri rahat tapa bilərsən. Bunun istənilən platformada tapa bilərsən. Yəni mən məsələn siz də hər kəs də ki, scroll edəndə bizim maraqlarımız nədirsə ona uyğun məzmunlar görürük də, fikir verirsinizsə. Deməli insanların tələbi nədirsə onu görür. Belə bir şey. Mən bir dənə şəkil var, kollajdır. Məsələn, LinkedIn profil şəkli, Instagram profil şəkli. O çox düzgün yanaşmadı, amma TikTok elə həmişəki kimi məncə öz Yox, mən deyirəm xaricdə çox qeyri-ciddiliyində qalacaq. qeyri-ciddilik TikTok'un deməyək, özü rahat platforma deyək. Rahatçılıq. Rahatlıq Instagramda da var. Ha. Qeyri-ciddiliyində. Bu sözü belə də məsuliyyətlə deyirəm. Amma qeyri-ciddilik o demək deyil ki, bu Hər cür mənfidir. yazmaq olar, hə. Bunu yox, bir mənalı xahişəm istiqamət alması bu söhbət. Qeyri-ciddi o demək deyil. Yəni belə deyim də, komediya janrının bir Kanal olur. kanal ola, istiqaməti ola bilər, amma komediya demək deyil ki, pisdir. Xeyr. Mən özüm estrada rejissorluğunu bitirmişəm. İncəsənətdə estrada deyəndə ki, bu hansı janrdır? Çoxu bunu estradada show biznes kimi bilir. Xeyr. O vaxt bizim müəllimimiz izah eləməyə dəstək oldu ki, hansı cümləni quraq. O Şənbə Hazır Cavablar klubu var. Hamının KVN bildiyi bir janr. KVN janrının ən üst mərtəbəsidir. Estrada aktyorluğu və rejissorluğu. Amma o demək deyil ki, biz bunu belə deyək də yalnız lağlağı mövzularda istifadə edirik. Orada çox gözəl sujet xətti var. Bunun da 5 mərhələsi var. Hadisənin düyünü var, kulminasiyası var, hadisənin açılma mərhələsi var, finalı var və s. Amma TikTok yəni budur. Yəni bunu istəyir ki, burada biraz gülmək lazımdır. Burada biraz Daha çox rahatlıq sevilir. Rahatlıq da, hə. Amma mən sizə bildirmək istəyirəm ki, yəni çox önəmli büdcələr xərcləyən şirkətlər də çoxdur TikToka. onlar Yəni kütləsini tanıyan hə, şirkətlərdir. deməli oradan bir dönüş alınır ki, yəni bunu edirlər də. Biz özümüz də yəni reklamlar, yəni çox böyük rəqəmlər Adi məsəl bu mənim layihəm. Hə. Düzdür? Bizim layihəmiz bizə bəzən bəzi dostlar sual verir. Hətta bir dəfə bir aparıcı qismində mənlə əməkdaşlıq etmək istəyən bir şirkət var idi. Mənə tövsiyə elədi oradakı dostumuz ki, bir panel sosial şəbəkədə izləyici ora
sən vur 100 min, 200 min olsun. Biz sənə istədiyin büdcəni də verək. Bizim rəhbərlik bunu istəyir və istədiyin burada hədiyyələr də böyük televizor var idi, o 3-4 min manat televizor və s. Deyirəm əladır, amma hamı bilir ki, Kamran Yaradanquliyev və bizim sahədə olan layihələrin əməkdaşlıq etdiyimiz istiqamət o 80%, 90% deyil. Bizim məsələn yaşı 60-dan yuxarı olan təbəqə ilə biz çalışmırıq. Onun özünün çalışdığı, onların özünün məhsulu var, özlərinin TV verilişləri var, özlərinin TikTokda bir-birinə göndərdikləri o video formatı var. Biz daha çox çalışırıq korporativ, biz daha çox çalışırıq şirkətlərlə, şirkət rəhbərlərlə və Azərbaycan, ümumiyyətlə dünyada belədir, üzr istəyirəm. 80%, 100% bütün ölkə əhalisinin hamısı iş adamı ola bilməz. Hamısı korporativ anlayışlı ola bilməz. Bu hər ölkədə 10%, 20% maksimumudur bunun. Onlar da məhz işlə təmin edir, 50-60%-ə doğru gedir də əməkdaşların sayı. Biz bu kütlənin nümayəndəsi. Nə yaxşı olar ki, sosial şəbəkə istifadəçiləri öz kütləsini tanısın. Kütlə də özlərinin sevdiyi həmin o səhifə işlədənləri tanısın. Onda daha yaxşı olur. Əslində necə deyim, daha professional məzmun yaradıcılarında yaradıcılar qəşəng bir ad tapdıq elə bir. Sənə bir-iki dənə belə qəşəng sözlər öyrədəcəm. Çox qəşəng alınır. Çox bu işə ciddi baxanlar o şəkildə işləyir, o yanaşmanı eləyir. Öz kütləsini tanıyır, kütlə bundan gözləntisi nədir, onu bilir və bu da kütləyə o video kontenti və yaxud da nə bilim foto olsun, nə olsun, onu təqdim edir. Yəni deməli yayda bir qəşəng YouTube layihəsi var idi. Böyük holdinglərdən birinin yağ markası var. Mən bu yağla təklif gəldi ki, 10 dənə regionu gəzməlisən və orada YouTube formatı yemək bişirəcəksiniz. Səyahət bir növ proqramı. Sağ olsun belə büdcəni də verirdi, amma heyf də o bilsən nəyə bənzəyir? Nağılda Məlik Məmmədin barmağını kəsir, duz basır ki, yatmasın. Təəssüf, o qədər belə cəlbedici rəqəm deyirsiniz, amma baxmayacaqlar. Deyirəm, baxmayacaqlar. And içərəm ki, mənim o videoma baxmayacaqlar. Çünki Kamranın tamaşaçı kütləsi o deyil. Və siz başqa əməkdaşlıq eləsəz daha yaxşı olar. Bir də ki, əlimdə olan mövcud müştəri bazasını itirəcəm. Deyəcək, bu da getdi 3 manata görə yağ reklam edir. Necə deməlidir yəni. Hə də yəni. Çünki bu çox təhlükəli bir şeydir. Bu nəfsin şirinliyidir. Nə yaxşı ki eləmədik və o avqustun ənənəvi qazancın az olduğu bir dövrdə o mərhələni də keçdi. Yoxsa indi o qazancı əldə edib bəlkə də bu gün bu layihə ilə burada iştirak etmirdik dostlar. Sponsor məlumatı. Piramida reklamdan danışaq. Uğurlu biznesin vizit kartı olan onun xarici görünüşüdür. Piramida Reklam Agentliyi peşəkar LED reklam həlləri ilə brendinizi həm gündüz, həm də gecə diqqət mərkəzinə daşıyır. Yüksək keyfiyyətli LED tablolar, LED ekran və LED posterlər ilə canlı rənglər və müasir təqdimat. Ətraflı məlumat üçün piramidareklam.az saytına daxil olun. Əlaqə nömrəsi 055 250 01 61. Hörmətli dostlar, Məlhəm Beynəlxalq Hospitalından danışmaq niyyətindəyəm. Müasir tibbi texnologiyalarla təchiz olunmuş beynəlxalq standartlara uyğun və həmçinin peşəkar həkim kollektivi ilə 7/24 xidmətinizdə olan Məlhəm Beynəlxalq Hospitalında həm də bugün biz peyvənd mövzusuna danışaq. Peyvənd mərkəzində uşaqlarda və böyüklərdə qızılça, məxmərək, göy öskürək xəstəlikləri çox yayılıb. Tetanus var, hepatit B və çox ümumiyyətlə xəstəlikləri var. İndi də mövsümdə təəssüflər olsun ki, çox yayğındır. Qarşısını almaq üçün vaxtında Məlhəm Beynəlxalq Hospitalına müraciət edin. Qısa nömrə 803-dür və digər nömrələr 051 201 7101, həmçinin 099 800 0803-dür. Həm də bildirim ki, Senna şirkətindən əməkdaşlıq etmək istəyən yetəri qədər uğurlu layihə rəhbərləri var. Lift, eskalator, avtopark sistemləri olsun, avtopark xüsusilə sürücülərə təhlükəsiz və rahat həllər təqdim edir. Əlaqə nömrəsi 050 444 70 70-dir. Enadver şirkətindən bəhs edim. Şirkət məkan daxili reklam, sərgi stendlərinin hazırlanması və digər mövzularda Azərbaycanda böyük layihələr imza atıblar və digər böyük layihələrdə də əməkdaşlıq edirlər. Artıq özləri növbəti proqramda olanda bu haqda bəhs edərlər. 055 515 75 15 onların əlaqə nömrəsidir. Namiq müəllim başda olmaqla bütün komandaya uğurlar arz edirəm. Hər vaxtınız xeyirli olsun əziz dostlar. Bir daha hər kəsi mən Kamran Yaradanquliyev salamlayıram. Qonağımız isə Zamin Namazovdur. Nəzərinizə çatdıraq ki, On Digital şirkətinin rəhbəri Zamin bəy ilə biz maraqlı sualların ətrafında danışırıq. Zamin bəy, SEO məsələsi var.
Bunu birincisi adında səhv salırıq bəzən. SEO. SEO SEO nədir? var, SEO təbii. nədir? Bu sosialda necə deyirlər? Ümumiyyətlə digitalda necə deyirlər? Nədir bu? Nə işə yarayır? SEO açılmış şeydir. Yəni Search Engine Optimization dediyimiz axtarış motorlarının optimizasiyası. Yəni bu nədir? Sizin Google-da və ya da başqa nə bilim, Google Bing falan istifadə edə bilərsiniz. Google istifadə edə bilərsiniz. Yandex istifadə edə bilərsiniz. Daha çox Google istifadə edir hər kəs. Yəni burada axtarışlarda veb saytınızın ön sıraya gəlməsi və yaxud da belə deyək, hər hansı bir xidmət axtarırsınız. Yəni usta xidməti. Sizin veb saytınız ön sıralara gəlməyə orqanik şəkildə. O ilk 5-lik onluq söhbəti. İlk 5'te ilk səhifə ola bilər. Yəni onsuz bir sıralama var. Bütün nəticələrin sıralanması var orada. Birinci səhifə, ikinci səhifə, üçüncü səhifə. Yuxarıdakı reklamlar yox, aşağıda çıxan orqanik səhifələrdən söhbət gedir. Çox önəmli bir SEO. Bu həm də bu dəqiqə artıq süni intellekt inkişaf eləyib. Məsələn, siz istifadə elədiyiniz. Yəni biz artıq bu prosesi süni intellektə görə də tənzimləyirik. Yəni çünki insanlar daha çox axtarışlarını süni intellektdə də eləyir axı. Yəni davranışlar dəyişdi biraz. Orada da çalışırıq ki, sizin saytınız və ya da sizin saytınızda olan hər hansı bir bloq ola bilər falan ön sıraya çıxardıq. Bu SEO-dan gələn müştəri həmişə daha yüksək dönüş gətirən müştəri olur. Daha və ya da satışa dönüşən müştəri olur. Çünki o adam bilərək sizi axtarıb gəlib tapıb. Heç baxa bilirsinizmi o statistikaya? Əvvəllər hər şeyi Google-da axtarırdıq. Amma indi bir şirkət axtaranda ilk onun səhifəsinə Instagramdan girib baxarıq. O nə qədər aşağı salıb. Instagram bu Google Search bölümündə, Google axtarış bölümündə nə qədər Google-u, Instagram Google-u nə qədər döyür? Döyür. Məncə döymür. Yəni bu belə şeylər eşidirik yəni də bir danışırıqda danışqasını çox eşidirik. Güya siz özünüz girib Instagramda axtarmırsınız. Mən yox. Google-da axtarırsınız. Deyirəm davranış məsələsidir. Mən Google və məsələn şeydə axtarıram. Deyəm ki, süni intellektdə axtarış eləyirəm. Siz lap belə. Hə. Siz belə Amma yəni bunu başqa səviyyədən bunu çox şəxslərdən eşidirik. Məsələn, restoran axtarıb girib ChatGPT-dən soruşacaq, süni intellektdən soruşursunuz. Sadəcə restoranı deyirəm Instagramdan axtarıram. Amma mənim o qədər günlük bilgi ehtiyacım var ki, onu Instagramdan soruşmamaq. Əzim, o sizin iş sahənizdir, o sizin artıq həyat tərzinizdir. Yox, sizdə də elədir də. Məndə. Məsələn, məkan axtaranda Instagramdan axtararsınız. Hə. Belə bir şey deyək də, yəni məsələn mən nəyi salonda da axtarıram. Mən bir də əməkdaş məsələn, ev axtarıram. tikirsiniz, ya şkaf düzəldirsiniz, evə deyirəm ki, masa. Onu hardan axtarırsınız? Masa yazıram Yox, Instagramda. masa düzəldirsiniz evdə. Masa təmiri yazıram. Yox. Ki baxaq ki, Instagram nə qədər. Təmir axtarmırıq. Masa düzəldirik və bunu hə. bizə lazım ki, necə düzəldə bilərəm. Məsəl üçün ağlıma bu gəldi. Və ya da dolma bişirirsiniz. O Instagramda axtarmırsan, Google-da axtaracaqsınız. Oynadarsın, mən dolma bişirmirəm. Belə yeməklə bağlı mövzuları keçirdək bu tərəfə. Daha çox Ramazan ilk günüdür. Hə, aynen, heç o da yazmışam. Daha çox axtarış Google-dandır. Yəni və Google-dan da dediyim nədir? Bu çox fərqli şeylər var, axtarış sistemləri var, amma Google-un bazar payı daha çoxdur. Hardasa 94%'lik bir bazar payı var dünyada. Azərbaycanda da belədir. Deməli, Zami bəy, artıq son dəqiqələrdir efirimizin. Mən sualları ünvanlayacağam. Bunları maksimum qısa lakan cavabını xahiş edəcəm. Olar. Azərbaycanda ən effektiv sosial media platforması hansıdır və səbəbi sizcə? Hal-hazırda Instagram. Yəni mənim yanaşmam. Content planı necə hazırlanmalıdır? Content planı bu copywriterla olacaq və content creatorla olacaq prosesdir. Məhsulun bilgisini alırlar, onun əsasında content planlaması edirlər, müştəri ötürürlər. Belə. SEO-nun nəticələri nə qədər müddətə görünür? Hə, bu SEO biraz zaman alan bir şeydir. Yəni çünki bu orqanik nəticələrdən söhbət gedir. Fərqli də ola bilər. Yenə burada da bazar rəqabəti deyə bir şey var. Rəqabət az olduğu halda daha tez görə bilərsiniz. Rəqabət çox çətin olduğu halda gec nəticələnə bilər. Aydın. Ortalama yəni biz müştərilərdə falan deyirik ki, yəni məsələn də 2-4 ay içində çalışırıq ki, istədiyi axçar sözlərdə çıxartmağa çalışırıq. Əgər uyğundursa çıxartmağa çalışırıq. Rəqabət yoxsa yox. Hədəf kütləsini düzgün müəyyən etməyin sadə yolu nədir? Sadə yolu müştərini tanımaq lazımdır. Müştərini tanıyan adam o eyni şəkildə o həmin alqoritməni digitalda yığa bilir də. Aydındır. Yaxşı ola bilər, nə bilim. Bayaq danışdığımız trend mövzusu var. Tez-tez trendlər yaranır. Bunlara qoşulmaq doğrudurmu sizcə? Doğrudur. Yəni özünə uyğun trenddə, yəni şirkətimin burada biraz şirkətimə uyğun trenddə. İndi durub məsələn də bankda blok eləməyəcək də yəqin ki.
Aydındır. Bir sual Və hətta var. düzgün kommunikasiya edə bilsə, okey. Bu sualın cavabını təxmini bilirəm nə deyəcəksiniz, amma yenə də sizdən eşitmək xoş olar. Rəqəmsal marketinq ənənəvi marketinqdən əsas olaraq nə ilə fərqlənir? Ölçülə bilən olması idi. Qəşəng çox xoşuma gəldi. Bunu istədiyim miqdarda belə lakonik dediniz. Əhsən. Sosial media üçün video çəkiliş formatı necə seçilməlidir? Sosial media video çəkiliş formatı, yəni ölçü olaraq format yoxsa? Ümumiyyətlə də hər iki variantı deyin də. Məsələn, ölçüyə bol olmalıdır, buna bol olmalıdır. Hə, orada da yenə məhsula baxırıq, məhsula və brendə görə hərəkət olunmalıdır. Yəni yəqin ki, siz nəzəri məzmunun planlamasından danışırsınız, hansı ki, ssenari necə olmalıdır falan, sosial media üçün yox da. Yenə də burada şirkətin, məsələn, brand book bilirsiniz də nədir? Brand book necə bir şirkətin dizayn konstitusiyasısa, o şirkətin də bir daxildə bir prosesing olur. Ona uyğun bir yanaşma eləmək lazımdır sosial media kontentlərində. Aydındır. Bir də montaj videonun uğurunu neçə faizini təşkil edir, həmçinin fondakı musiqi. Hə, onlar məncə təsir eləyir. Yəni bu A/B testing dediyimiz məsələdə bunları yəqin ki, istifadə etmək lazımdır. Yəni dinamik musiqi verib giriş ondan hook dediyimiz şey var. İlk 3 saniyədə müştərini tutmaqda. Orada elə bir giriş eləyə verə bilərsən ki, sənin videon daha çox izlənə bilər, amma elə bir montaj, sönük montaj ola bilər ki, orada heç izlənmə alanmazsan. Yəni editorun önəmi onu orada ortaya çıxır, video editorun önəmi. Video redaktorun. Hə, redaktor, editor belə. Deyək. Təşəkkür. Mən təşəkkür edirəm, sağ olun. Zamin Namazov bizlə birlikdə idi. Mən isə Kamran Yardanquliyev olaraq təşəkkür edirəm Zamin müəllimə və nəzərinizə çatdırım. Sabah yenidən görüşəcəyik. Sabah zaman necə sürətlə gəlir ki, sabah artıq 5-ci gün. Elə bil ki, həftəni təzə başlamamışdıq. Hörmətli dostlar, hər efirdə nə deyirəm? Hər birinizə zehni huzur arzu edirik. Görüşmək ümidi ilə. Hələlik.